Xəndək döyüşü 1-ci hissə. Xəndək döyüşü, Əhzab döyüşü də deyilir, İslam tarixində mühüm bir mərhələdir. Bu döyüş Hicri 5-ci ildə, miladi 627-ci il baş vermiş və müsəlmanların Mədinəni müdafiə etdiyi ən çətin sınaqlardan biri olmuşdu. Müsəlmanların sayı təxminən 3 nəfər, Qureyş və müttəfiqlərinin sayı isə 10.000 nəfər idi. Döyüşün baş vermə səbəbləri. Qureyş və onların müttəfiqləri müsəlmanların Mədinədə güclənməsindən narahat idilər. Yəhudi qəbilələrindən olan Bəni Nəzir sürgün edildikdən sonra Məkkə müşriklərini müsəlmanlara qarşı təhrik etdilər. Qureyş başda olmaqla müxtəlif qəbilələr müsəlmanları bir dəfəlik məhv etmək məqsədi ilə ittifaq bağlayaraq böyük bir ordu ilə Mədinəyə hücum etdilər. İranlı səhabə Salman Farsinin təklifi ilə Mədinənin açıq tərəfinə xəndək qazıldı. Bu, Ərəbistanda əvvəllər görülməmiş bir müdafiə taktikası idi. Qureyş və digər tayfalar Mədinəyə çatdıqda xəndəyi keçə bilmədilər. Düşmən uzun müddət mühasirədə qaldı, lakin xəndəyi keçə bilmədiyi üçün açıq döyüş baş vermədi.